Nəhayət yekun finala çatdıq. Bu hissədə son istiqamətləri və ümumi nələr öyrəndik, nələr bildik, bitirdik, bunların hamısının üstündən xəritə kimi keçəcəm. Növbəti addımlardan danışacağam. Burada əslində nə öyrəndiniz və bunlar sizin üçün nə qədər çox əhəmiyyətli olduğu barəsində sizə xəbər verəcəm. Deməli, bu bilirsiniz, media o qədər çox, yəni ki, böyükdür ki, trading industry və böyük çirkab da oldu. Və bizneslərin bir növ sadəcə yeni insanların ümidindən istifadə edərək döndüyü bir dəyirmana çevrilib bu sahə. Biz birinci olaraq marketin iç yüzü necə işləyir, qiymət niyə hərəkət edir, hərracın məntiqi, fərqli risk sistemləri və ən nəhayətində isə öz içimizdəki maneələrimizi əhatə etdik. Və mən realistik oluram ki, qlobalda heç bir kursda bu qədərini görməmişəm. Heç bir qlobaldakı kurs, minlərlə dollar dəyərində olan kursda bu qədər çoxu yoxdur. Mentorluqda bu qədər çoxu yoxdur. Həqiqətən, yəni ki, əksəriyyəti sadəcə olaraq filan şey nəyə deyilir, bu nədir? Yəni bu cür təməl uşaqsı şeylərdir. Qazanclı bir eci yoxdur. Və məsələ burasındadır ki, bunun dəyəri bir qədər çox gec başa düşüləcək. Top 50-də mənim verdiyim şeylər və nə vaxt başa düşərlər? Gedərlər, məsəl üçün, buna heç nə deyib də, gediblər bir başqasından, deyək ki, kurs alarlar, hansısa bir akademiyaya gedərlər, nəysə, belə hardansa başqa yerdən öyrənməyə çalışarlar və ondan sonra qayıdıb gəlib görərlər ki, mən Top 50-də bunu uzun müddət əvvəl, illər əvvəl izah eləmişəm özü də çox gözəl formada, amma ki, bunlar o gerçəyi deməyiblər və yaxud da bunların dediyi gerçək deyilmiş və sadəcə qurma şeylərdən ibarət imiş. Ümumi olaraq istənilən modellə, istənilən sistemlə işləyən, istər qazanclı və istər qazancsız bir trader üçün mən əminliklə deyə bilirəm ki, Top 50 mütləq ki, bir şey qatdı. Ola bilər tamamilə order flow-la işləməyən biri üçün risk sistemində nəsə qatdı, psixologiya bölməsində nəsə qatdı. Ola bilər ki, bir order flow trader üçün deyək ki, order flow məsələsində nəsə qatdı, ona bir şey öyrətdi. Məsəl üçün, likvidlik haqqında, absorption haqqında ona bir ideya qazandırdı. Hansısa bir yanaşmasında bunu gücləndirdi, özündə istifadə elədi. Əməliyyatlarının pay hissiyalaması dəyişdi, win rate artdı, çox şey ola bilər. Mənə mesajlar yazırlar, görürəm ki, mən traderlərdə çox müsbət təsir qoydu. Ola bilər ki, biri ümumiyyətlə futures pro firmlərindən qorxurdu, futuresdan qorxurdu, amma mən futuresla bağlı dərslərimdən sonra aydınlıq yaşadı və artıq qorxmur. Ola bilər ki, futuresda trade edir və qazanma potensialını daha da böyük açır. Çox şey ola bilər. Yəni, onu bunu bilmirəm, sadəcə onu dəqiq deyə bilərəm ki, Top 50 mütləq ki, hər kəsə çox şey öyrətdi. Və növbəti addımlara baxaq ki, sizdə bəs növbəti olaraq potensial qazanclı trader olmaq üçün nələr ehtiyac var? Birinci olaraq qazanclı model. Bu mütləqdir. Yanaşma, statistik qazanclı yanaşma olmalıdır. İkinci olaraq beynini mütləq ki, dəyişməlisən. Marketdə uyğun icra edici beyin yaratmaq lazımdır. Üçüncü olaraq isə execution vərdişləri, execution bacarıqları. Bunlar bu üçü qazanmaq üçün olan şeyi yaradır. Belə bir növ deyim, qapıyı açır. Və son olaraq da bir dəfə də ümumi hər şeyin üstündən keçməmişdən əvvəl növbəti addımları daha sürətli keçmək üçün və yaxud da Top 50-də başa düşmədiyin məqamlarda, çətinlik çəkdiyin təməl mövzularda ola bilər və yaxud da nəsə hər şey daha çoxunu öyrənmək üçün mentorluq proqramı haqqında danışacağam ki, bunlar necədir? Deməli, Top 50 dediyim kimi, ümumi hər şeyin bir növ açış qapısıdır. Orada hər şeyə giriş elədik. İstər maliyyə bazarları olsun, istər order flow mövzuları, hərrac mövzuları,
İstər future-sa yeni bir girən biri nələri bilməlidir. Daha irəli səviyyə bir traderlər üçün belə çox qatqısı olan mövzuları əhatə elədik. Code, open interest necə istifadə oluna bilər, nə üçündür və s. və s. Və daha çoxunu öyrənmək üçün bir qazanclı modelə sahib olmaq istəyənlər üçünsə buradakı yəni mentorluq proqramı haqqında danışım. Nələr daxildir burada qıraqda qeyd etmişəm. Ən əsaslardan onu deyə bilərdim ki, konkret yüksək win rate-li modellər. Konkret yüksək win rate-li modellər ki, gündəlik biz o əməliyyatları götürürük. Hər birinin fərqli saatları var. Biz bilirik ki, bu olanda bu əməliyyatı götürürük. Yəni bizə bir edge verir, pozitiv edge verir. Marketdə qazanclı bir yanaşmaya sahib olmaq həqiqətən çox möhtəşəm bir şeydir. Çox, necə deyim, vacib bir şeydir. Və biz bunları heç yerdə paylaşmırıq. Mən heç bir mentorluq əməliyyatını publikdə paylaşmamışam indiyə kimi. Olubsa da çox əvvəldən olub, amma hazırdakı heç bir yanaşmamızın heç bir screenshotunu heç yerdə görə bilməzsiniz. Hansı əməliyyatımızın. Çoxsu hansısa mentorluq haqqında öyrənəndə əsas orada götürülən əməliyyatlar ona maraqlı gəlir. Amma mən götürdüyüm əməliyyatları mentorluqda heç yerdə paylaşmasına özüm də paylaşmıram, icazə də vermirəm ki, edgimiz publik tərəfindən sızıla bilər, yayıla bilər. Belə bir risk altında ola bilər. Çünki əslində bilinsə belə hamının icra etməyi normalda copy-paste eləməyi çətin olan şeylərdir. Çünki onun sistemini dəqiq öyrənməlidir. Dəqiq öyrənməlidir, üstündə təcrübəsi olmalıdır. Yoxsa əslində sırf bir screenshotdan belə tutmaq düzdür çətindir. Amma ki, əsas olaraq mentorluğun birinci verdiyi şeylərdən biri qazanclı, konkret, yüksək win rate yanaşmalardır. Hansı yanaşmalar ki, onların sayəsində futures, yəni ümumiyyətlə funded olanlar sayında, funded olanlar ortalamasında bizdən çox funded çıxara bilən ikinci bir community tanımıram. Nümunə funded və payout şeylərini bu hissəyə yerləşdirmişəm. Burada 2 dənə hissəyə yerləşdirmişəm. Buradan keçib özünüz də baxa bilərsiniz. Burada bəzilərinin adlarını bağlamışam. Bu hissə tam dolub və məsəl üçün bu hissədən də keçib baxa bilərsiniz. Bizdən çox funded çıxara bilən və yüksək win rate-li edgelərə sahib olan başqa bir community, yəni qlobalda belə təəssüf ki, tanımıram. Əgər görsəydim ki, təbii ki, mən də öz biliyimi artırmaq üçün, təcrübəmi artırmaq üçün gedərdim onlardan nəsə öyrənərdim. Amma ki, biz konkret əlimizdə data ilə, sübutla deyə bilirik ki, bizim konkret edgelərimiz var, hansı ki, pis ayda belə minimum 70% win rate ilə yekunlaşdıra bilirik. Məsələn, fevral ayı bizim üçün çox əla keçir və 80%-dən, mənim özüm 80%-dən yuxarı win rate ilə ayı yekunlaşdırıram. Artıq, məsələn, fevral ayı yekunlaşır və mən bunu 80%-dən çox, 85%-ə yaxın win rate ilə eləyirəm. Əlimizdə konkret data var, biz bunu bilirik. Birinci növbədə ona görə də ki, buna çox önəm veririk. Mentor olaraq sizin bütün psixoloji və emosional sisteminizi yenidən qururam. Sizə sırf fərdi yanaşıram ki, sizdə hansı növ problemlər var, hansı növ düşünmə xətaları var, hansı növ maneələr var beyninizdə. Bunları mütləq ki, aradan qaldırmaq lazımdır. Və ən çox insanın kör olduğu şey ilə özüdür. Özünüzün kör olduğu şeylər, özünüzün görə bilmədiyiniz şeyləri mən görə bilirəm. Mən bütün o yollardan keçmişəm deyə bunları düzəltməyim çox daha rahat olur. Burada əlavə də qeyd etmişəm, öyrənmə istiqamətiniz 3 istiqamətli olur. Birinci olaraq hazır video dərslərə baxaraq, ikinci olaraq məndən mütəmadi mentorluq dəstəyi ala bilərək çətinlikiniz olanda təkbətək görüşlər təyin edirik. Həmin təkbətək görüşlərdə bütün suallarınızı verirsiniz və mən sizə onu öz başa düşəcəyiniz tərzdə tam izah edirəm. Zəng görüşdə keçirə bilirik, təkbətək, üzbəüz görüşlərdə keçirə bilirik. Çətinliyiniz olanda bunları həll etmək üçün, problemi həll etmək üçün. Və elə bir mühit yaratmışam ki, burada gündən-günə peşəkar olmaq qaçınılmazdır. Konkret nə lazım olduğunu bilirəm və vaxt limitli deyil. Proqram konkretdir və ortalama bu proqramı bitirirlər. Mentorluq proqramı öyrənmə müddəti bir neçə həftə ərzində ortalama dəyişir. Lap sıfırdan başlayan biri üçün daha uzun bir neçə ay ola bilər. Amma mənim qoyduğum bir vaxt limiti yoxdur. Sizi community-dən vaxt limiti dolanda çıxarıram deyilən bir şey yoxdur. Nə qədər ki, çətinliyiniz olur, bu çətinlikdə bir növ yanınızda oluram. Keyfiyyətli bir mühitin içində olursunuz artıq. Və top 50-yə özəl, top 50-yin bitdiyinə özəl
Onsuz da ki, top əldə 50-ci dərsə çox az adamın gəlib çıxdığını bilirəm. Bunun içindəki 10 nəfər mentorluğa 500 manata qoşula bilər top əllidən gələnlər və sadəcə olaraq top əllidən mentorluğa qoşulmaq istəyənlər olsa, sadəcə olaraq mənə bunu bildirsinlər ki, top əllidən mən gəlirəm. Avtomatik artıq o bir dəfə ödəniş 500 manatla qoşula bilər 10 nəfərdən biri olar. Onsuz da ki, çox azı gəlib də 50-ci dərsə çıxır deyə və ola bilsin ki, bu 50-ci dərsə çox sonradan baxılır deyə bu keçərli olmaya bilər. Yenə deyirəm, ola bilər ki, bir neçə ildən sonra, bir neçə aydan sonra artıq kimsə gəlib bu top 50 dərsinin 50-ci dərsinə, yəni seriyanın 50-ci dərsinə baxır. Böyük ehtimalla artıq bu keçərli olmayacaq. Yaxın bir müddət ərzində keçərlidir. Top 50-nin bitdiyini görə ümumi top 50 hər şeyin 10%-ni təşkil edir. Qazanmaq üçün lazım olanın 10%-ni təşkil edir. Bu o demək deyil ki, top 50-də heç nə olmadı. Top 50-də çox şey oldu. Heç yerdə tapa bilməyəcəyiniz qədər çox şey oldu. Ümumi top 50 qazanclı modellər və beynin problemlərinin həlli yoluna fokuslu deyildi. Top 50 əsas ayıltma yönlü idi. Maarifləndirmə, bilmədiyiniz şeyləri öyrənmə və daha çox öyrənmə yönümlü idi. Əslində qazandıracaq şeyləri icra edici yönümlü yox. Amma bu öyrənmə yönümlü isə çox adama çox şey öyrətdi. Məsələn, eləsi var idi Futures'da idi, amma riski hesablaya bilmirdi. Eləsi var idi Futures'ın nə olduğunu bilmirdi, NQ-nun nə olduğunu bilmirdi. Elə bilirdi Futures'da qızıl yoxdur. Yəni öyrənmə tək adlı deyil. Çox şey öyrəndiniz. Çox şey öyrəndiniz. Hər bir dərsdə əminəm ki, sizə vacib olan, sizə nəsə öyrədən ən azından bir cümləm oldu. Yəni bunların heç biri boş olmadı. Heç biri boş deyil. İstər yəni mentorluğa qoşulun, daha davamını öyrənin. İstərsə də sadəcə top 50 ilə kifayətlənin. Top 50 bəlkə də sizin bu sahədə ilk başlarda dəyişim müddətinizdə izlədiyiniz ən vacib şeylərdən biri olaraq qalacaq, seriya olaraq. Ümumi bir də one-on-one haqqında danışım. Düzdür, burada bir dənə yer qalmağına, bu isə təkbətək mentorluqdur. Ümumi proqramla kontent olaraq heç bir fərqi yoxdur. Məzmun olaraq heç bir fərqi yoxdur proqramla. Yəni community mentorluqda sadəcə tək fərq ondan ibarətdir ki, mən fərdi məşğul oluram. Yoxsa öyrətdiyim modellərdir, filandır, bunlar eyni qalır. Sadəcə fərqli məşğul oluram və daha çox, necə deyim, bir şeyi daha mükəmməl öyrədə bilirəm. Fərdi məşğul olduğuma görə kimisə başa düşəcəyi dilə çevirib öyrədə bilirəm. Kimsə video dərsindən baxanda, canlıdan qulaq asanda bir şeyi daha çətinliklə öyrənirsə, amma təkbətəkdə onu çox daha yaxşı öyrənə bilir deyə elə insanlar var. Bunun üçün də one-on-one mentorluq var. Bunun one-on-one mentorluq üçün birbaşa mənə yaza bilərsiniz videonun altından açıqlama hissəsindən. Mən bu haqda sizə məlumat göndərəcəm. Görüş təşkil edəcəyik. Zəng görüş təşkil edəcəm, ondan sonra isə uyğun olub olmadığınızı yoxlayacağam. Düz 2 nəfər belə deməyinə deyib sadəcə qoşulmaq haqqında sadəcə onlar dəqiq deyil. Bunun üçün daha limitli az insanla məşğul ola bilirəm deyə one-on-one da böyük ehtimalla sonra buna açıq giriş olmayacaq. Əgər videoya sonradan baxırsınızsa, top 50-yi bitiribsizsə. Yəni əsas burada qeyd etdiyim kimi 3 il tək başına öyrənmə və təcrübəsi ilə realistik qazanca çıxma periodu buna oxşayır. İllərlə itkilər, hər dəfəsində nəyinsə düzəlməyinə ümid, biraz daha çox itkilər, sonra yavaş-yavaş break-evenə qayıtma, sonra yavaş-yavaş qazanma periodu. Realistik, yəni öz tək başına öyrənmə metodu yolu 3 illik təxminən yolu əhatə edir və burada insanlar çoxlu pul itirir. Məsələn, bir ayda minlərlə dollar marketdə pul itirənlər çox az bir hissəsini mentorluğa ayırıb da özünü inkişaf etdirmək istəmirlər. Düşdüyü itələlərdən biri odur. Və yaxud da ayırsalar belə yanlış yerlərə ayırmaq şansları çox olur. Bir şeyi araşdırmır, orada olan tələbələri araşdırmır. Əsas, yenə deyirəm, özü kimi olan digər üzvləri, digər tələbələri, mentorluq üzvlərini araşdırmalıdır ki, bunlar orada necə edir, nəsə edə bilirmi, mən də edə bilim. Həqiqətən burada yüksək win rate-lər varmı və yaxud da yüksək expectancy varmı? Funded ortalaması nə qədərdir ki, hansı ki bizdə 50 nəfər trade edəndən biz o qədər funded çıxarmışıq.
Adama 3-4 sertifikat düşür. Bir trade edənin başına 3-4 dənə sertifikat düşür. Ya bunları araşdırdıqdan sonra qərar verə bilər ki, hə, həqiqətən bu mümkündür yoxsa yox. Həqiqətən funded olmaq da çox çətindir. Olanlar bilir. Olmayana nə var ki, asandır. 50-ni 53 min edirsən. Amma orada onu nəzərə almır ki, 2000 itirmə limiti var və 2000-i 5000 edirsən. Funded olmaqda və fundedda payout almaq da çox çətindir. Özü də ki, əlində limitli imkanı olan biri üçün daha çox çətindir. Və təəssüf ki, daha çox pulu marketdə, brokerlarda itirib də yanlış yollarla girib ona razı olanlar öz təhsilinə və inkişafına pul ayırmağa çətinlik çəkirlər. Buna yaxşı baxmırlar. Sadəcə düzgün yol yanılğısındadılar deyə. Onlarda kognitiv dissonans var. Və özlərini, bəlkə də başqalarını da aldadırlar ki, yox mən qazanacam necəsə, amma mən böyük aldatdıqları bir növ özləri olurlar. Belə ümumi növbəti yol və yaxud eyni zamanda mentorluq haqqında da, proqram haqqında da məlumat verdim. Bu arada ən son bir dəfə də indirim gəlmişdi yanvarda, yəni daha doğrusu dekabrın sonlarında və yenə 10 nəfər üçün eyni zamanda top əlini bitirən 10 nəfər üçün yenə indirimlə qoşulmaq imkanı verdim. Əlavə də sualınız olsa, mentorluqla bağlı mənə yaza bilərsiniz. Burada özü xeyli məlumat yazmışam, qeyd etmişəm. Özü də top əlini bitiribsiz deyə mentorluq sizə daha çox rahat gələcək. Təməl biliyiniz olduğuna görə mentorluqda konkret qazanclı modelləri öyrənib və bir qədər də məndən dəstək alaraq artıq beynini dəyişmək barəsində müzakirələr, bizim təkbətək görüşlərimiz, ondan sonra artıq qazanma birbaşa şeyinə keçmək olar, mümkündür. Çünki artıq rahatdır, birbaşa qazanclı modeli sürətlə öyrənmək olur. Əsas lap sıfırdan başlayanlar da birinci təməlləri falan öyrənirlər, ondan sonra modelə keçirlər, ondan sonra modelin üstə execution bacarıqları. Amma bilənlər üçün birbaşa modelə keçmək rahatdır, çox rahatdır. Bir neçə həftədə belə öyrənib yekunlaşdıra bilir proqramı. Və bu ən gözəl tərəfi də odur ki, vaxt limiti yoxdur. Qoşulanlar lap istəsə, indi vaxtı yoxdursa, bir aydan sonra başlayıb öyrənə bilir, məndən mentorluq dəstəyi ala bilər. Lap 2 aydan sonra bunun hansısa bir vaxt limiti yoxdur. Qoşulduqdan sonra daimi o öyrənmək hüququna sahib olursunuz. Bu mühit içində bir də ki, orada olduğunuz mühitdə artıq formalaşmış insanlar olduğuna görə onlardan da çox şey öyrənirsiniz. Onların da təcrübəsi sizə çox şey qatır. Amma hal-hazırda olduğunuz publik yerlərdə də elə adətən bu işdə yanlış yolda olan insanlar olduğuna görə onların da düşüncə tərzi sizə hopduğuna görə daha da o limitlənmiş patternlərdə qalırsınız. Deməli, ümumi üstündən keçək ki, top əldə nələr keçdik. Baxın, bu hissəyə fikir verirsinizmi? Bu boyda yer, çox şey əhatə elədi. Birinci başladıq giriş dərsindən. Yəni, sizə nələr lazımdır, necə olacaq. Ondan sonra keçdik maliyyə bazarlarına giriş, market iştirakçıları, kimlər marketdə trade edir, əmr növləri hansılardır, hansı əməliyyatlar icra olunur, marketdə qiymət niyə hərəkət edir, qiymət prioritiləri, alıcı və satıcıların qiymət hərəkəti, data feedləri, onlar necə data və avantaj sahib olurlar sürətli icra eləməyə, hedge fundlar və s. Ondan sonra keçdik hərraz teoreminə, giriş hissəsinə ki, hərraz nədir, necə baş verir, həcm, hərrazdan sonraki bunlar arasındakı əlaqə. Ondan sonra footprint kimi order flow mövzuları, tape, DOM-dur, bunlar haqqında, delta barları, cumulative delta, VWAP və ondan sonra keçdik hərraz teoreminin əsas ikinci hissəsinə. Hərrazın qəbullanılması və qəbullanılmamış hərraz, nodlar, nodların paylanması, value area haqqında, value profile əsas hərraz teoreminin bir hissəsidir. Seçim value profile çox vacib bir tooldur bu haqda. Həcmin paylanmaları, neytral olması, balanssız olmasıdır və s. Ondan sonra biznes zonaları ən vacib dərslərdən biridir. Uğursuz keçmiş hərraz və balanslı hərraz, value və value miqrasiyası, hansı ki, əsas davam edici hərəkətlərdə böyük rol oynayır. Overlap zonalar ən vaciblərdən ikinci dərs deyərdim. Bir də açılış variantlarıdır ki, kiminsə hansısa bir yanaşmasında kömək ola biləcək bir mövzudur. Ondan sonra nələrə keçdik deməli? Order flow-un ikinci hissəsinə.
Bu hissədə nələr öyrəndiniz? Footprintdə balans və imbalans mövzusu, balanssızlığı, absorption, exhaustion çox vaciblərdən üçüncü mövzu. Tamamlanmış, tamamlanmamış hərrac. İstənilən yanaşmada böyük bir rol oynayacaq bir məsələdir. Stop runlar haqqında. Tələyə düşmüş iştirakçılar, bunların hamısı absorptiona yaxın mövzulardır. Iceberg əmrləri. Qiymət bir yerdə necə dayanır? O hissədə necə icebergləri yedirirlər? Necə orada qiymət volatilliyi düşür və balans tapmağa meyilli olur? Bunlar haqqında danışdım. Kod haqqında, open interest haqqında danışdım. Bu report nəyi göstərir? Bu nə deyə bilir? Volatillik haqqında, aqressiya haqqında danışdım. Günün ümumi volatillik profili haqqında. Smart Dom necə istifadə oluna bilər haqqında danışdım. Order flow sürəti nə ifadə edir bu haqda? Responsive initiative fəaliyyət haqqında, hansı ki value profile ilə birgə istifadə olunacaq bir məsələdir. Ondan sonra deməli, keçdik texniki hissə, futures kontraktlarını izah elədim. Bu istənilən insan üçün, bu sahədə olan istənilən insan üçün çox vacib dərsdir. Fundamental makro economics haqqında danışdım ki, bunlar nələri əhatə edir və kim üçün nə qədər vacibdir? Bir scalper hər şeyi dərinləməsini bilməlidirmi? Bir yatırımcı necə bunlara yanaşmalıdır? Bunlar haqqında danışdıq. Pro-firm trading haqqında danışdım ki, əslində pro-firmlər bir biznesdir. Bunlardan qazanmaq, davamlı gəlir əldə etmək bəli mümkündür. Sadəcə olaraq realistik olsanız və onlara çox pulunuzu yedirməsəniz. Yüksək bir win rate yanaşmalar davamlılıqla mütləq ki, burada bəli davamlı gəlir əldə eləmək mümkündür. Amma ki, kimlər üçün mümkün deyil? Birdən-birə burada köşəyə dönmək üçün, istəyənlər üçün, milyonçu olmaq istəyənlər üçün, yəni birdən-birə bunlara çatmaq istəyənlər üçün burada çox çətindir. Pro-firmlər o tələyə salacaq onları. Amma realistik hal-hazırki maaşından çox maaş ala bilmək üçün, rahat həyat tərzini keçirə bilmək istəyənlər üçün, aylıq ortalama 4 rəqəmli qazanmaq istəyənlər üçün bunlar bəli, tamamilə realistikdir pro-firmlər. Bunlara toxundum, onların qaydaları haqqında danışdım. Pro-firm reklam eləyənlər necə daha çox qazanır, bunlar haqqında da danışdım ki, siz ailasız biləsiniz ki, fonlar xeyriyyə təşkilatları deyil. Onlar bizneslərdir və onlardan qazanmaq təbii ki, mümkündür. Qazanclı sistemləri sübut eləmişəm. Konkret bilirəm ki, fonlarda hansı sistem qazanclıdır. Bunun əlində konkret datam var. Konkret istər fund tarixçəmizlə, İstənilən əlimizdə əməliyyat tarixçəsi ilə onu göstərə bilmərəm. Əlimizdə datamız var ki, hansı sistemlər bu işdə qazanclıdır. Yəni məsələ fon olanda burada qazanclıdır. Forex fonlarından uzaq durun. Bu haqda da danışmışdım. Sonra risk və kapital çox böyük unicorn dərsi idi ki, burada nələr əhatə elədim. Hansı sistemlə, hansı kapitalla işləyəndə, hansı fonlarla işləyəndə hansı sistem qazanclıdır. Canlı kapitalla işləyəndə hansı sistem pozitiv expectancelər verə bilər, onların losing streakləri haqqında, onların rejim və risk state exposureları haqqında danışdım. Markov chainləri, marketin xırda vəziyyətlər arasındakı keçişi, hidden Markov models haqqında danışdım. Bunlar çox şey əhatə edir. Hələ də uğurlu olduğunu hiss eləyən bəzənlər, əslində də uğursuz olanlar, əslində də qazanclı bir yanaşması olmayanların düşdüyü yanılğılar haqqında danışdım. İşləyən bir modellə belə reallıq olaraq geriyə gedən insanlar haqqında danışdım. Yanlış bir beyinlə. Risk çox vacib bir dərs idi. Platformalar haqqında üzündən keçdim. Bunların hamısının içinə girə bilməzdim birə-bir. Sadəcə olaraq adlarını tanıtdım, onları öyrənə bilirsiniz. Futures data feed, futures brokerlar haqqında danışdım ki, bunlar hansılardır, necə işləyir. Artıq məlumatınız var. Futuresdə artıq hesab açmaq, depozit eləmək, bunlar artıq özünüzün sonradan maraqlanacağınız şeylərdir. Onların hamısını birə-bir izah edə bilmərəm mən. Model filtrləmələr və layerlər. Model hansı hissələrdən ibarətdir? Necə konkretləşdirilir, data toplamaq və s. bunlar haqqında danışdım. Filtrlər əlavə eləmək, onun win rate-ni artırmaq, bunlara toxunduq və nəhayətində sonuncu vacib hissə olan beyin, orqanizm məsələsinə gəldik ki, bizim beynimiz marketə niyə uyğun deyil və onu necə, hansı uyğun hala gətirmək olar? Mümkünlüyə emosional vəziyyət necə bağlayır? Özünü limitləyə inanclar necə sizi burada geriyə çəkən bir növ qərar vermə mexanizmlərinə, sizin geridə saxlayan və dəyişməyə mane olan şeylərə səbəb olur.
o patternlərdən çıxa bilmirsiniz. Assumptionlar, şübhə necə avtomatikdir? Avtomatik mühakimələr haqqında danışdım. Reallıq multivariantlıdır, yəni mütləq ki, nəyisə dəyişmək olar. Mütləq ki, müəyyənlik yanılğısından çıxıb da reallığın multivariantını qəbul edib də və başqa mümkünlüklərə də açıq olmaq olar. Özünü yenidən dizayn eləmək olar. Niyyətli formada özünü dizayn eləmək olar. Nəyə qeyd etmişəm? Həyatda və marketdə dəqiqlik yoxdur. Buna inanan hər kəs sonsuz struggle tapacaq. Fərq orasındadır ki, bu struggle-la kim üzləşəcək? Hansı insanı üzləşdirməlisən? Bilirsən ki, artıq bu sən deyilsən. Bu sən dediyin sən deyilsən. Onsuz o sən dediyin özün belə sən deyilsən. O sadəcə bu dünyaya adaptiv olmuş düşünən versiyandır. Bunu tamamilə dəyişmək mümkündür. Modelin necə beyində, psixologiyada mühüm rol oynadığı haqqında danışdım ki, necə güvən verir, necə rahatlıq verir. Gücləndirilmiş özün haqqında danışdım ki, əslində bəli mümkündür. Yaddaşı yenidən yaratmaq mümkündür. O an nə halda yaraşır? Və finalda ümumi hamısının üstündən burada keçdim, bu haqda danışdım və növbəti addımlar haqqında ideya qazandırdım. Yenə ümumi mentorluq haqqında məlumat verdim ki, buradan davam etmək istəyənlər davam edə bilər. Daha çox öyrənmək istəyən, konkret qazanclı yanaşmaları öyrənmək istəyən, peşəkar baxış bucağına sahib olmaq istəyənlər, beynindəki mental problemləri aradan qaldırmaq istəyənlər, hansı ki, Top 50-də aradan qaldırmağa yönəlik dərslər yox, daha çox ayıldıcı, maarifləndirici dərslərdir. Bunları aradan qaldırmaq üçün biz birin-birə söhbət eləməliyik, müzakirə eləməliyik, məşqlər hazırlanmalıdır hər şəxs üçün. Bunlar tamamilə fərdi olunacaq bir şeylərdir. Yəni, sırf bu, belə, elə deməklə olunacaq bir şeylər deyil. Fərdin özü, mən bilməliyəm ki, niyyətlidir, nə düşünür, beynindəki onu limitləyən maneələr nələrdir, onun əməliyyat keçmişini görməliyəm, əməliyyatda ona nə mane olur, bunlar executionlarını görməliyəm və bundan məşğul olmalıyam mən bir qrup daxilində. Yoxsa əks təqdirdə publikdəki hər kəsə mən çata bilmərəm təəssüf ki. Və yekun olaraq bir də one-on-one haqqında da məlumat verdim. Belə, Top 50-ni yekunlaşdırdıq, bir dəfə də üstündən keçdim. Hər kəs üçün bu çox əvəz edilməz bir proqram olduğunu düşünürəm. Əskikliklər ola bilər, bəzən ola bilər ki, yetəri qədər bilmədiyim bir şey haqqında daha az danışmışam. Ola bilər, məsəl üçün, mənim istiqamətim olmayan swing trading haqqında az məlumat vermişəm. Bunlar ola bilər, mən öz istiqamətim haqqında və ümumi hər şey haqqında, istər istifadə edədiyim şeylər olsun, olmasın. Bunlar haqqında danışmışam. Məsəl üçün, iceberg əmrləri mən burada qeyd etmişəm, amma istifadə edəmirəm. Sadəcə oraq öyrətmişəm. Yəni, sırf mən istifadə edirəm deyib, bura hər şeyi əlavə eləməmişəm. Burada eyni zamanda bir order flow traderinin bilməsi olan hər şey də daxildir. Artıq adını biləndən sonra biləcək ki, bunlardır. Və yaxud da bunu mən indiyə kimi başa düşmürdüm ki, qiymət niyə hərəkət edir. Bunu başa düşəcək. Ondan sonra volatillik başa düşəcək. Rejim dəyişimini başa düşəcək. Bunları getdikcə hiss edəcək. Yaddaşı sağlamlaşacaq. Bir daha hamınıza uğurlar arzu edirəm. Trading həqiqətən məsuliyyətli bir yoldur. Kim ki buranın asan olduğunu düşünürsə, deməli hələ yolun başındadır. Bu işin nə qədər hansı dərəcədə məsuliyyətli, çətin və yüksək intellekt tələb elədiyini sadəcə bu işdə qazananlar daha çox yaxşı başa düşər. Amma bu işdə qazanmayanlar sadəcə bu işin çox oyun oyuncaq olduğuna yönəlib bir yanılğıda olurlar və elə istəyirlər ki də bu iş oyun oyuncaq olsun. Bu iş çox yüksək gəlirli bir işdir və sizin bu işdə qazanmaq üçün qabiliyyətlərə ehtiyacınız var. Bu işi icra edici bacarıqlara ehtiyacınız var. Yoxsa 2-3 xətt çəkməklə təbii ki bu işdə o bacarıq deyil. Onunla qazanmaq da mümkün deyil. Bir növ o təbii ki qumara səbəb olacaq. Bir növ randomluğa expose olacağınız qaçınılmazdır. Sağ olun, sizlə yenə görüşəndək.